Koç burcu, gün sürprizler getirecek ve hamısı hoş olmayacak. Ama ortaya çıkan bütün çetinliklerin öhdesinden geleceksiniz. Seheri sade meişet meselelerini halletmekle geçire ve daha sonra daha mürekkep meselelere geçebilirsiniz. Alışverişe giden koçlar pulu boşa harcameyecekler ve umumiyetle gün maliye meseleleri için çok uygundur. Dahili sesiniz size nelere dikkat yetirmeli olduğunuzu diyecek ve düzgün seçim etmeyinize, şüpheli teklifleri reddetmeyinize ve şeksi harclardan kaçınmanıza kömek edecek. Sevdiklerinizle münasebetler hem işe rahat olmayacak. Valideynler veya diğer yaşlı gohumlarla fikir ayrılıkları mümkündür. Mövgeğinizi müdafaa etmek ve haklı olduğunuzu sübut etmek isteyeceksiniz. En hassas insanları gele incitmemek için bunu yumuşak ve ince şekilde etmeye çalışın. Dostlarla anlaşılmazlıklar mümkündür ama tez bir zamanda her şeyi aydınlaştıracak ve vaziyeti sakitleştirmeyin yolunu tapacaksınız. Akşam saatlerinde yüngül narahatlık yaranabileceği için istirahat için vakt ayırın. Boğa burcu, gün uğurlu olacak. Ulduzların desteğiyle başladığınız işi başa çattıra ve yeni ideyaları hayata geçirebileceksiniz. Kiminse size kömək təklif etməsi veya yükünüzü bölüşməsi ihtimalı azdır. Amma siz onsuz da öhdəsindən gələcəksiniz. Üstəlik, bir çox boğa heç kimlə məsləhətləşmədən veya təsdiq gözləmədən müstəqil hərəkət etmək fürsətindən məmnun qalacaq. Səyahət edənlər üçün kiçik çətinliklər yarana bilər. Lakin bunlar ciddi bir şey deyil, kiçik anlaşılmazlıqlar veya bədbəxt hadisələr olacaq. Uğurlu alışverişlər, həmçinin yaxınlarınızdan hədiyyələr və sürprizlər mümkündür. Maliyyə məsələlərinin həllinə, sövdələşmələrin bağlanmasına və gələcək əməkdaşlığın müzakirəsinə diqqət yetirə bilərsiniz. Praktiklikləri sayəsində bir çox boğa gələcəyə inam qazanacaq və maliyyə vəziyyətlərini gücləndirəcək. Həmçinin işiniz və biznes planlarınız barədə sakitcə düşünmək üçün də yaxşı gündür. Hətta sürətli karyera yüksəlişinə nail olmaq üçün davranışınızı necə dəyişdirməli olduğunuzu da anlaya bilərsiniz. Əkizlər burcu, gün sakit və xoş anlar ilə dolu olacaq. Xoş xəbərlər, təkliflər və dəvətnamələr əhvalınızı qaldıra bilər. Bəzi əkizlər son vaxtlar onları narahat edən suallara cavab ala biləcəklər və bu onlara indi nəyə diqqət yetirməli olduqlarını və nəyi təxirə salmalı olduqlarını anlamağa kömək edəcək. Səhər yalnız yaxşı vaxt keçirməklə kifayətlənməyəcəksiniz. Həm də bəzi vacib işləri həll etmək imkanınız olacaq. Fikirlərinizi toplayıb məhsuldar bir düşüncə tərzinə gəlsəniz, təkcə öz işlərinizi yerinə yetirməklə kifayətlənməyəcəksiniz. Həm də başqalarına kömək edə biləcəksiniz. Günortadan sonra dostlarla görüşmək üçün idealdır. Asanlıqla ortaq məxrəc tapacaq, hər kəs üçün maraqlı fəaliyyətlər hazırlayacaq və ehtiyacı olanlara dəstək ola biləcəksiniz. Sevdiyiniz insanı unutmayın. Onlar xüsusilə indi diqqətinizə ehtiyac duyurlar. Onların həmişəkindən daha az səbirli olduqlarını görə bilərsiniz. Amma həssaslığınız və anlayışınız münasibətlərinizdə harmoniyanı qorumağa kömək edəcək. Xərçəng burcu, əgər hər hansı vacib planlarınız varsa, səhərdən etibarən ciddi bir düşüncə tərzinə keçin. Hətta nisbətən sadə işlər belə diqqətinizi tələb edə bilər. Hadisələrin inkişafını izləməli və bəzən hər şeyin plana uyğun getməsini təmin etmək üçün başqalarına rəhbərlik etməlisiniz. Həmçinin nəzərə almağa dəyər ki, bütün planlar tam olaraq planlaşdırıldığı kimi həyata keçirilməyəcək. Buna görə də improvizasiya etməyə hazır olun və yeni vəziyyətlərdə azmamağa çalışın. Əhvalınız gün ərzində dəyişkən ola bilər və bir çox hadisələrə adi haldan daha kəskin reaksiya verəcəksiniz. İşlər planlaşdırıldığı kimi getmədikdə, yaxınlarınızın dəstəyi xüsusilə vacib olacaq. Onlar sizin yanınızda olacaq və ideyalarınızı həyata keçirməyinizə kömək etməyə hazır olacaqlar. Onlara açıq olun. Narahatlıqlarınızı və sevinclərinizi bölüşün və narahatlıqlarınızı gizlətməyin. Səmimiyyət istənilən çəkinliklərin öhdəsindən gəlməyə və günü isti ailə atmosferində başa vurmağa kömək edəcək. Şir burcu, gün bir çox gözlənilməz hadisələrlə yadda qalacaq. Hər şey planlaşdırıldığı kimi getməyəcək və çevik olmalı, görüşləri yenidən planlaşdırmalı, bəzi işləri kənara qoymalı və digərlərini öz üzərinizə götürməlisiniz. Dərhal əldə edilə bilməyəcək yeni çətinliklər ortaya çıxacaq. Dözümlülük göstərməyə hazır olun. Bu, sizə təkcə maneələri dəf etməyə deyil, həm də yeni müttəfiqlər tapmağa kömək edəcək. Bugün qazandığınız uğurlar
çoklarında güçlü teessürat yaratacak. Onların sayesinde tezlikle maraklı teklifler almanız mümkündür. Yakınlarınızla ünsiyet kurarken, hususen de gün ortadan sonra sakit kalmaya çalışın. Ciddi mübahiselerden kaçınmak olar, ama bu sebir talep edecek. Kararlar kabul ederken ani impulslara değil, tecrübenize ve sağlam düşüncenize güvenin. Vaziyete uygunlaşmak ve diplomatiya kabiliyetiniz, ciddi münakişelerden kaçınmaga ve değer verdiğiniz insanları incitmemeye kömek edecek. Kız Bürcü, bugün sizin için həqiqətən uğurlu bir gün olacaq. Uzun müddətdir planlaşdırdığınızı nəinki yerinə yetirə, həm də bu bazar ertəsi ortaya çıxan ideyaları həyata keçirə biləcəksiniz. Çox güman ki, tez hərəkət etməli olacaqsınız. Amma bunun sizi çəkindirməsinə imkan verməyin. İntuisiyanız sizə yol göstərəcək və yeni şəraitdə irəliləməyinizə kömək edəcək. Səhər bir çox qız bürcü onların istedadlarından istifadə edərək gərirli sövdələşmələr bağlayacaq və ya maraqlı bir layihəyə başlayacaq. Günortadan sonra isə həm faydalı işgüzar əlaqələrə, həm də romantik münasibətlərə çevrilə biləcək yeni insanlarla tanış olacaqsınız. Gün səyahət, aktiv istirahət və idman üçün idealdır. Siz təkcə ayıq və enerjili deyil, həm də çox şən olacaqsınız və bu şübhəsiz ki, bir çoxlarını cəlb edəcək. Əvvəllər sizə etibar edə biləcəklərinə və ya sizinlə işləməyin xoş olacağına şübhə edənlər daha yaxşı müttəfiq istəyə bilməyəcəklərini anlayacaq. Nağd pul daxil olmaları ehtimal olunur və söhbət kifayət qədər əhəmiyyətli məbləğlərdən gedir. Şübhəsiz ki, onları ağıllı şəkildə idarə edə biləcəksiniz. Terezi Bürcü, gün olduqca gərgin olacaq. Bəzən tapşırıqlarla məşğul olacaqsınız və hər şeyi vaxtında yerinə yetirməyə tələsəcəksiniz. Digər vaxtlarda isə başqalarının vədlərini yerinə yetirməsini gözləməli olacaqsınız. Buna görə də bir çox tərəzi bürcü, xüsusən də gənc olanlar əsəbiləşə və qəzəblənə, sonradan peşman olacaqları emosional qərarlar verə bilərlər. Yaşlılar üçün təcrübə və intuisiya səylərinizin bəhrəsini vermək üçün nə vaxt və nə etməli olduğunuzu sizə deyəcək. Gün romantik münasibətlər üçün əlverişli olacaq. Görüş üçün ideal olacaq. Son vaxtlar işlər yaxşı getmirsə, məsələləri sakit və konstruktiv şəkildə müzakirə etmək fürsətini əldən verməyin. Bir-birinizi incitməkdən, lazımsız gərginlikdən qaçınmaqdan və çətin bir söhbəti ən müsbət notda bitirməkdən çəkinəcəksiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq şansınız olacaq. Bugün sövdələşmələr bağlamaq üçün ideal gündür və bəzi tərəzilər istənməyən əşyaları böyük qazancla sata biləcəklər. Günortadan sonra alınan xəbərlər son vaxtlar öz qabiliyyətlərinə şübhə edənlərə ilham verəcək. Əqrəb Bürcü, ətrafınızda baş verən hər şeyə xüsusilə həssas olacaqsınız. Bəzən şəxsən sizin üçün əhəmiyyətsiz görünəcək hadisələri qəbul edəcəksiniz. Emosional vəziyyətinizi izləyin. Özünüzü bərpa etmək üçün kifayət qədər vaxt ayırmağa çalışın. Narahatlıqlarınızdan ara verin və xoş bir şey haqqında düşünün. Yaxınlarınızla ünsiyyətdə kiçik çətinliklər yarana bilər. Münaqişədən qaçmaq üçün hər cür səy göstərəcəksiniz. Amma bunun kifayət etməməsi riski var. Unutmayın ki, daha sonra çətin mövzulara qayıda bilərsiniz. Bugün ortaq məxrəc tapa bilmirsinizsə, sadəcə fasilə verib daha yüngül mövzulara keçmək ən yaxşısıdır. Bir müddət sonra yaxınlarınızı nəzərə çarpacaq dərəcədə daha yaxşı başa düşəcəksiniz və onların nə deməkdən çəkindiyini başa düşə biləcəksiniz. Bundan əlavə, hətta çətin anlarda belə yanınızda olacaq, kömək və dəstək təklif edəcək insanlar olacaq. Lazım gələrsə, onlar həmçinin maraqlı təkliflər və ilham verəcəklər. Ağatan Bürcü, əgər ambisiyalı və mürəkkəb bir şey düşünürsünüzsə, ona nail olmaq üçün səy göstərməyə hazır olun. Bugün uğur, xüsusən də praktik problemlərin həllinə diqqət yetirənlər üçün çox çalışmaq tələb edəcək. Bərk rəqiblərinizin tərəfində ola bilər. Amma bacarıqlı olsanız, vəziyyəti dəyişməyin bir yolunu tapacaqsınız. Yaşlı qohumlarınızla fikir ayrılıqları yarana bilər, pul və əmlakla bağlı mübahisələr ehtimalı yüksəkdir. Səbirli olub soyuqqanlılığınızı qorusanız, fikirlərinizi müdafiə edə biləcəksiniz. Yeni tanışlarla yola getmək də çətin olacaq. Onlar sizi manipulyasiya etməyə və iradələrini qəbul etdirməyə çalışa bilərlər. Burada maraqlarınızı kifayət qədər qətiyyətlə müdafiə etməlisiniz. Sizə ünvanlanan təhqiramiz ifadələri qəbul etməməyə çalışın. Çox güman ki, onlar sizi əsəbiləşdirmək üçün deyiləcək. Sakit qalın
Size hücum etmeye çalışanları bu zayıflatacak. Bu. Oğlaq bürcü, gününüzü həddindən artıq planlaşdırmayın. İstirahət etmək, dincəlmək və sadəcə istədiyinizi etmək faydalı olardı. Bir çox Oğlaq bürcü üçün bu istirahət vəziyyəti qeyri-adi olsa da, bugünün təqdim etdiyi bütün imkanları görməyə və xoş sürprizləri qiymətləndirməyə imkan verəcək. Sizə xoş gələn, tənqid etməkdənsə dəstəkləyən və sizi necə güldürməyi bilən insanlarla daha çox vaxt keçirməyə çalışın. Onlar sizə müsbət enerji verəcək və bunu mütləq məhsuldar bir işə yönəldə bilərsiniz. Yakınlarınızla kiçik fikir ayrılıkları yarana bilər, amma dostcasına münasibətinizi qoruyub saxlasanız və güzəştə getməyə hazır olduğunuzu nümayiş etdirsəniz, hər kəsi məmnun edəcək həll yollarını tez bir zamanda tapacaqsınız. Nəzərə alın ki, hətta sadə ev işləri belə gözlədiyinizdən daha uzun çəkə bilər və səyahət də daha uzun çəkə bilər. Dolça bürcü. Nisbətən sakit bir gün sizi gözləyir. Bu da yığılmış tapşırıqları yerinə yetirməyə, təşkilati məsələləri həll etməyə və çoxdan təxirə salınmış layihələrlə məşğul olmağa vaxt ayırmağa imkan verəcək. Xüsusilə həyəcan verici və ya qeyri-adi hadisələrin baş verməsi ehtimalı azdır. Bununla belə, hətta adi işlərə belə yaradıcı yanaşdığınız üçün darıxmaqdan şikayətlənmək üçün heç bir səbəbiniz olmayacaq. Bugün bəzi narahatlıqlarınızı həll etmək, prioritetləri müəyyən etmək və növbəti addımlarınıza qərar vermək üçün idealdır. Bu ən asan iş deyil. Ona görə də vaxt ayırmaq və ağla gələn ilk cavablarla kifayətlənməmək yaxşıdır. Bir çox dolça bürcündən olanlar bir neçə saat tək qalmaqdan faydalanacaqlar ki, bu da onların emosional vəziyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdıracaq. Bununla belə, ünsiyyət üçün vaxt tapmaq vacibdir. Xüsusilə yeni tanışlıqlar qurmağa açıq olan bu bürc nümayəndələrinə aiddir. Onlar çox qeyri-adi insanlarla tanış olmaq, onlardan maraqlı bir şey öyrənmək və yeni bir hobbi inkişaf etdirmək şansına sahib olacaqlar. Ciddi münasibətlər ehtimalı azdır, amma çoxlu ilham verici anlar olacaq. Balıqlar bürcü, ulduzlar sizin tərəfinizdədir. Bundan yeni bir şeyə başlamaq və ya uzun müddətli layihələri tamamlamaq üçün istifadə edə bilərsiniz. İntuisiyanız sizə ilk növbədə nəyə diqqət yetirməli olduğunuzu deyəcək. Bu, həmçinin enerjinizi ümidsiz layihələrə sərf etməməyinizə, pulunuzu ağıllı şəkildə idarə etməyinizə və kimdən kömək istəyəcəyinizə qərar verməyinizə kömək edəcək. Həm yaxınlarınızla, həm də yeni tanışlarınızla asanlıqla ortaq dil tapacaqsınız. Çünki vəziyyətlərdən xəbərdar olacaqsınız. Həm söhbətinizin nə demək istədiyini asanlıqla başa düşəcəksiniz. Başqalarının fikirlərini tez bir zamanda anlayacaqsınız və onların müsbət və mənfi cəhətlərini ayırd edəcəksiniz. Çoxlarının sizinlə dostluq etmək istəməsi və bəzilərinin hətta ilk baxışdan aşiq olması təəccüblü deyil. Hətta bu gün tanış olduğunuz birinə qarşı xofunuz gələ bilər və zaman keçdikcə bu, ciddi və uzun müddətli bir şeyə çevrilə bilər. Gün, sağlamlığımıza qayğı göstərmək, pis vərdişlərdən imtina etmək və sağlam vərdişlərə yiyələnmək üçün də əlverişli olacaq.